İslamdaki aile tüzümü. Abduri Muhammed Yusuf. 2. bölüm davamı. Bovaqlarning ana quchug'i vaqti hazana. Bovaqlarning ana quchug'i vaqti bovaq cho'ng bo'lib, yemek-ichmaklarni o'zi yeb, ichalaydigan, kiyim-kechaklarni o'zi kiyalaydigan bo'lg'uchilik orliqdagi vaqt demakdir. Bovaqlarning ana quchug'i vaqtida ularga yaxshi qarash ota-onaning ustidagi farzandning haqlaridan biri bo'lib, ota-ona o'zlari beqish va tarbiyaga bevosita o'zlari ega bo'lishi zarurdir. Chunki hozirgi asrimizda yasli deb atiladigan muassasalar qurilib, bovaqlarni atgandan oqshomgacha beqish vazifasini ilib bormoqda. Bu muassasalar haqiqiy ma'nodagi yaslilar emasdir. Haqiqiy yasli onaning issiq qo'ynidir. Yevropaning yolg'on yovdaq, saxta ranglik e'lonlarga aldanib qolgan ba'zi kishilar har qaysi jamiyatlardagi yasli atalgan muassasalarni maqtab, ular bolalarni o'z onasidek yaxshi qarab beqib, sog'lom cho'ng qiladi deyishidi. Bu xatodir. Chunki ular bolalarni yaxshi beqib, qo'sqini yaxshi to'yg'izib cho'ng qilgan bilan ularni haqiqiy ma'nodagi inson qilib tarbiyalab chiqolmaydi. Ularga onaning bergan mehrini berolmaydi. Ularga iman, islom va axloq qoidalarini o'rgatib, tillarini islom kalimalari bilan ocholmaydi. Bolalarni boshqa jonliqlarga o'xshash qo'rsqini to'q, ko'nglini xush qilib beqish bilan ularga qilish tegishli burchlarni o'tagan bo'lmaydi. Hozirgi kunimizdagi bolalarning ota-onasiga kuyinmasligi, ularni hurmatlamaslig'i, ustidagi ularning haq-huquqlarini tonimasligi, ularning ko'plarining onalar qo'llarida emas, balki yasli degan muassasalarda hissiyotsiz, sevgisiz, e'tiqodsiz holda boshqa jonliqlarga o'xshash cho'ng bo'lganligi sababdan bo'lsa kerak. Balalar anasıga eng ehtiyojli bo'lgan yoshlarda yasli degan yerlarda so'rilib yurib, ona mehridan mahrum bo'lg'achqa, ular sevgi vafodan xabarsiz cho'ng bo'ladi. Ota-onasi ajrashib ketgan balalar kimga berildi? Ota-onasi ajrashib ketgan balalarni onasining beqishi uningdan behojat bo'lg'il bo'lmaydigan muhim ishdir. Bu mezgil ichida bu vaqtni parvish qilishda uning onasi dadasidanmi haqliqdir. Bu vaqtni bu mezgil ichida tarbiyalab yetiştirish haqqini uning onasiga bergan har bu vaqt uchun uning o'z onasi eng kuyimchan va eng mehribon kishidir. Shunga deymizki, balani tarbiyalash huquqi ona quchug'i nomi bilan atilib, uning onasiga berilgan tabiiy huquq. Uningdan qolsa, uningga onasining ayol tuqqanlari haqliqdir. Bu huquq uchun onasining haqliq bo'lishining sababi mundaq. Birinchidan, bovaq o'zining yemekini o'zi yeb ichalaydigan bo'lg'uchilik vaqt ichida o'z onasiga qattiq ehtiyojlidir. Ikkinchidan, Payg'ambar alayhissalomdan sabit bo'lgan hadislarda bovaqlarni o'z onasi beqib tarbiyalashning zarurligi ta'kidlandi. Uchinchidan, onasi o'z bolasi uchun o'z jinini qurbon qila oladi va bolasiga berishga tegishli onalikning tepilmas mehrini bera oladi. Payg'ambar alayhissalom eri bilan ajrashgandan keyin eri bolasini tortib olmoqchi bo'lgan bir ayol Payg'ambar alayhissalomning yiniga arz qilib kelganda, Payg'ambar alayhissalom uningga: "Sen yotliq bo'lgan qadar balangni o'zing beqishga haqlisan" degan. İslam o'limalari bu vaqtlarni yasli yoshlarda beqishga tarbiyalashga onasining eng haqli ekanligini ta'kidlaydi. Balaning chiqimlarini otasi ko'tardi. Chunki otasining ustiga onani va balani beqish farzdir. Bala tug'ilish bilan uning haqida tuvandagi 3 huquqni belgilagan bo'ldi. Birinchi, uni tarbiyalash huquqi. Ikkinchi, uning jinini qo'g'dash huquqi. Uchinchi, agar uning atab qo'yilgan mol bo'lsa, uni qo'g'dash huquqi. Onasi o'lib ketgan yoki tashlab ketgan balaning ahvoli. Onasi o'lib ketgan yoki tashlab o'tib ketilib qolgan bu vaqtni onasining onasi beqishga haqliqdir. Agar onasining onasimi bo'lmasa yoki u boqmasa, o'z otasi boqadi. Umi bo'lmasa, onasining hamshirlari boqadi. Ularım boqmasa, otasining hamshirlari boqadi. Bala boqqan ayolning uning haqliq bo'lishining shartlari. O'z onasi bo'lmagan yoki onasi tashlab ketib qolgan yaqin tuqqanlarimi uni o'z tarbiyasiga olmagan bolalarni tarbiyalashga haqliq bo'luvchida bo'lish tegishli shartlar tuvandikicha. Birinchi,
Balını baqquchi ayolning aqil, balağa və musulmon bo'lishi. Ikkinchi, balını baqquchi ayolning balaning ehtiyojlarini ta'minlash kuchi yetadigan, yoshroq, tenisaq ayol bo'lishi. O'z yashnib qolgan yoki kasalchan yoki sirt ishlaydigan ayol balını beqish mas'uliyatidan chiqolmaydi. Uchinchi, balını baqquchi ayolning axloqi diniy jihatdan ishonchlik bo'lishi. Agar aksichi bo'lsa, balını buzib qo'ydi. Ayollarning haq-huquqlari. Ayollarning bilim ilishning zarurligi. İslam dini ögünüşki çağırgan ilimler ayol her iki cinsqa ortaqdır. Peygamber aleyhisselam ilim ögünüş bolsun, ayol bolsun her qandaq musulman kişiге farzdır deb ko'rsatgan. Bu hadisdagi buyruq ayol her iki cinsqa o'xshash qartilgan. İslam tarixida ayollar ilim-fan ögünüş huquqidan hech vaqt cheklangan emas. Lekin İslam dininin düşmanları bu dinni kemsitib kişilərinin rayını onundan qaytırış üçün onunğa türlük töhmətlərini toqub gəldi. İslam dini ayollarni kemsitidu, ularni ilim ögünüşdən məhrum qılıdu deydigan asassız davalarmı bu töhmətlərinin biridir. İslam dinini yaxşı düşənməyən bəzi kişilərmi bundaq yalğan davalarga işinib qalmaqda. Bunun səbəbi bizning öz dinimizning haqiqatini və mahiyetini bilməyənligimizdən başqa nəsə emas. Bir günü sahabelərning ayolları Peyğəmbər əleyhissalamның yanına kelib, "Ey Allahның peyğəmbəri, ərlər sizning dərsinizə hazır olub dini məsələlərni öyrəndi. Bizlərgəmi ayrım bir günni belgilab bersiniz, şu gündə Allah Taala sizə bildirgənlərini bizlərə öyrətsiniz" degəndə Peyğəmbər əleyhissalam ularni "Palani günü palani yerde toplaşınlar" deb buyurup, şu belgilegen günlerde ayollarga məxsus təlim bergen. Peyğəmbər əleyhissalamның və sahabelərinin ayolları yaxşı ülge. Peyğəmbər əleyhissalamның və sahabelərinin ayolları içindən Qur'anni, köplügən hədislərini yadlagan, şiir, nəsr və tarixlarını yazdıgan ayollar köp bulub, hətta məşhur sahabelər və büyük alimlar Peyğəmbər əleyhissalamdan bivas sorab öyrənilməyən ailə bilimlərini, ayollarga qılındıgan muamillərinin qaydalarini, ayollarga məxsus bolğan aylıq adət, qosaq götürüş, tuğut və bala imitiş qatarlıq məsələlərinin hökümlərini Peyğəmbər əleyhissalamның ayollardan sorab öyrəngan. Ayşə rəziyallahu anhu Peyğəmbər əleyhissalamdan 1210 hədis rivayət qılğan. O özü ayət və hədislərdən hökümlərini çıxaralaydı. Özünün yaşlı çoğ bolğan köplügən kişilərinin suallarına qanaatlərlik cavablarını verib, onlarını dini məsələlərdən xəbərdar qılatdı. Həbsə rəziyallahu anhu yiziş oquşda mahir bolğanның sırtıda usta xəttat idi. Köplügən alimlar və məzhəb peşvaları Peyğəmbər əleyhissalamdan keyin ayollarga münasibətlik bolğan məsələlərini və nurg'ulg'an hədislərini şu ayollardan anlab öyrəngan. Tarixdə aytilishicha 700 dan ortiq ayol Peyğəmbər əleyhissalamdan hədislərini rivayət qılğan. Ulardan alimlar öyrəngan. Məsələn, məşhur alim İbn Əsakir İraq və Suriye ətrafında 500-dən artıq ayoldan Peyğəmbər əleyhissalamның hədislərini öyrənib rivayət qılğan. Misr, Şam, İraq, Yemen, Marakeş, Həbəşistan və İspaniya qatarlıq İslam şəhərlərdə tarix, ədəbiyyat, şiir, təfsir, hədis qatarlıq ilmlərdə tanılğan məşhur ayollar köp ötən ekan. Bilimsizlik və müsəlmanların çəkiniş dövrü. Musulmonlar 16 əsrinin axırlarından başlap hər xil qalaq fikirlər və xurafi iqamlarga əyişib ketib, İslam dininin ruhidən yiraqlaşqandan keyin ularning əməliyyəti İslamның görsətmələrə və İslamның burunqi parlaq dövrlərdə yaşab, hakimiyyətini 3 qətədə sürdürgən həqiqi musulmonlarning əməliyyətiga oxşamaydigan bo'lib qolganligidan, ularda tərki dunyolıq, chekdan oshgan shukurvozlik, ilm-fanga yurish qilishdanmi o'z orasidagi zarur bo'lmagan diniy talashlarni afzal ko'rish qatorliq illatlar qanot yaygan. Şuna bizdeki bəzi qalaq mollalar İslam dininin tərəqqipərvər, mədəniyyətlik, pakiz və ilim mərifətlik buluşu çağırdıgan, hətta musulmonlar üçün hər saha ilimlərini oqub öyrənishni ən aldınqı pərzlərinin qılıb bekitgan, ilğar bir din ikənligini bilməyənlikdən hər xil pətvalarını uydurub çıxırıb bu dinni hayatlıqdan yiraqlaşdırıb gəldi. Milletimizning anlari bo'lgan ayollarni masjidlardan va boshqa har qanday ijobiy ommaviy faoliyatlardan, diniy so'rinlardan cheklab keldi.
qizlardan bilim ilishdan to'sdi. Hatto avamning e'tiqodida qizlar ko'p o'qisa ta'laysiz bo'lib qoladi deydigan qaloq tushuncha shakllandi. Natijada bular o'zlari bilimsiz qolgan oz deb ayollarningmi bilimsiz nodon qilishiga sabab bo'ldi. Buning bilan aşı bilimsiz onlarning qo'ldan o'sib chiqqan avlodlar dinning va milliy adab axloqning ahamiyatini tushunmaydigan, ha deb uni qarlaydigan bo'lib chiqdi. Axırda islomiy va milliy axloqimizdan nisbi ololmagan bu avlodlar Yevropaliklarni va dinsizlarni o'ziga ulgu qilib oldi. Analarning bilimlik bo'lishi atalarninkidan muhim. Analarning bilimlik bo'lishi atalarning bilimlik bo'lishidan muhimdir. Chunki oila bolalarning ibtidoiy maktabi bo'lib, bu maktabda otaning rolidanmi onaning roli albatta cho'ng. Bolalar ko'proq onasi bilan bo'ladi. Ko'p narsalarni onasidan o'rgandi. Bolalar keyin rasmiy maktab berib, oila qabul qilgan zid keladigan har xil fikrlarni qisman qabul qilgan taqdirdami, uning oilasida dastlab qabul qilgan aqidasi, fikri kuchli bo'ladi. Uning zid fikrlar uni ozdirib ketolmaydi. Chunki uning dastlabki qalbi xuddi oppoq qog'ozga o'xshash sap bo'ladi. Mana bular tarbiya mutaxassislarining yakunidir. Ayollarning asosiy vazifasi. Ayolning hayotlikdagi vazifasiga nazar soladigan bo'lsak, uning naqadar ahamiyatli va sharafli bir vazifa ekanligini, ayollarning bu vazifaga eng uyg'un yaratilganligini ko'ramiz. Inson naslining yer sharida mavjud bo'lib turishi onalarga muhtojdir. Psixologiya, tarbiya olimlari va biologiya mutaxassislari ayolning yaratilishidan onalikqa hozirlanganligini yakunlaydi. Ayol o'taydigan onalik vazifasini erlardan birasimi o'tayolmaydi. Hatto butun erlar jinsiy birlashibmi bu vazifani o'rinlay olmaydi. Onaning bolalarni tarbiyalab yetishtirish ishlari bilan bo'lishi ona bola har ikkisi uchun intayin ahamiyatlidir. Ana har doim o'z bolasining yonida bo'lishi, uni o'z qo'li bilan beqib bag'riga besish orqali onalikning huzuridan bahramon bo'lishni orzu qiladi. Balımı ananın mehri şəfqətiga muhtojdir. Onun öz anasının tərbiyəsi və pərviş astıda buluşuq bulğan ehtiyacı, anasının təbii tatlıq sütüdün huzurlanışıq bulğan ehtiyacdan küçük buldu. Analarning yürək parisi, ularning bugünü və ətisi. Öz vücudunun bir parçası bulan, ən qimmatlik ballarını özləri hər vaqt bağırıq basmay, başqa birisinin tərbiyəlişi taşlap qoyuşı tolımı əfsusnarlıq işdir. Əlbəttə, ayollar üçün işdən və bütün dünya baylıqlardan ularning balları qadirlik və əvzəldir. Toğra, ailənin bəzi qiyinçiliklari səbəbindən bəzi ayollar sirtda işləşkə məcbur buludu. Lekin, ata bolğan adamның qandaqlı şəraiti bulmusun, ailəsinin yükünü öz yalğız kötürüş burcu var. Şuna erlər cismani cəhətdə ayollardan küçük yaratılğan. Ailə ehtiyaclarını atlar cayı toluqlasa, analarmı öz uyda aramıda oldurub, ballarını tərbiyələş, yetiştiriş işləri bilən məşğul buludu. Ayol və işləş. Aldı bilən şunu eniq eyta alayımız ki, İslam şəriət qanununda ayollarning sirtda işləyişini çəkləydiğən birər hökm yox. Ayollar İslam dininin gülləngan şanlıq əsrlərdəmi işləşdən və cəmiyyətə həssi qoşdan ibarət vəzifədən məhrum qılanğan emas. Ayollarning ailəsinin ehtiyaclarını qamdaş yolida özlərinə layiq kelgan şərəflik o'rinlarda işləşi caizdir. Shundaqdimi, agar biz ayolning qilish tegishli bo'lgan vazifaga va ustidagi mas'uliyatlarga qaraydigan bo'lsak, bu vazifaning insoniyat naslining yer yuzida davom qilishiga bog'liq bo'lgan alohida ulug' muhim bir vazifa ekanligini ko'ramiz. Bu vazifa qaysi deganda onalik vazifasidir. Ayolning yaratilish tabiati uning ona qornida to'rilgan avvalgi vaqtidan boshlabla uni bu vazifaga tayyorlaydi. Psixologiya və tərbiyə mütəxəssisləri ananing o'z bovuq bilan məşğul bo'lishining ana bola ikkisi uchun təbii zəruriyyət ekanligini qarar qildi. Ana o'z bovuqini beqishqa o'zi mas'ul bo'lib, uning ehtiyojlaridan chiqish orqali analikdan huzurlanish bo'lgan ehtiyojni hamisha his qilg'uchidir. Yer sharida o'z bolasini bag'riga besib, kecha-kunduz uning yonida bo'lishni armon qilmaydigan, oilaning ehtiyoj yuzidan bolasini uyda tark etib yoki boshqalarning tarbiyasiga topshirib qo'yib ishga ketganiga ko'ngli bearam bo'lmaydigan, turmushning ehtiyoji majbur qilmasa, o'z uyida o'ltirib bolasini bag'riga besishni arzu qilmaydigan biror ona bormidi? Bolalar har zamon o'z onasiga muhtoj.
Balımı anasının yenil buluşqa, anasının ısıq qoyundan huzur halavat ilişqa tolun muhtajdır. Analar işenç qılıp ballarını taşlap qoyduğan yesiller ballarını başqa canlıqlarını baqqandek baqalsımı, lekin ularni insani xislatda, insani əxlaqda yetiştirib çıxışqa əlbəttə acizdir. Amerikalik ictimai işlər mütəxəssisi professor doktor İdalan xanım mundaq deb yazıdı. Təcrübələr ananın öz uyda buluşunun nə qədər mühim ikənligini və balalarının tərbiyə işlərinə özləri ega buluşunun nə qədər kerakli bolğan zəruriyyət ikənligini isbatladı. Hazırkı zaman balalardaki əxlaq səviyyəsi bilan ötmüşdəki balalarının əxlaq səviyyəsi o'tturusidagi fərq nəhayət çoğdur. Bunun səbəbi şu ki, analar sirtdəki işlərini qoğlab yürüb, öylərini taşlap qoyub, öz pərzətlərinin tərbiyəsini tərk etdi və tərbiyə işini onun layiq bulunğan birisiga tapşırdı. Mana bu Amerika cəmiyyətindəki musulmon bolmagan bir ayol mutaxassisinin yakuni. Biz musulmonlar əlbəttə bu məsələ üstüdə o'ylanıb görüşümüz kerak. Bizning dinimiz analarning balalarni boshqalarga topshirib qo'yib, o'z qo'llari bilan boqmaslikning xato ekanligini 14 asr burunla e'lon qilgan bo'lsa, amdilikda tajribalar va ochiq saboqlarni ko'rgandan keyin kishilar bu ishning xato ekanligini qayta isbotlamoqda. Öz baqmagan, başqalarının tərbiyəsini tapşırıb qoyub çoğ qılğan balaның əxlaqi cəhətdən yetersiz bo'lib chiqishning sirtida uning ata-anası bo'lgan kuyimchanligining, hurmatining ojiz bo'lganligi hammaga ma'lum. Balalar yürək barimiz, cinimiz və hayatlıqdakı ən qimmatlik barlığımızdır. Sirtdagi ishlar, pul, mal, obro'y, shuhratlar, yürək barimiz, bugunimiz və atimiz bo'lgan shu balamizdan qimmatlik emas. Albatta, to'g'ri, bala boquvchisi yo'q, tul və çarsızlıqdan sirtqa chiqib ishlashga majbur bo'layotgan onalarmı jamiyatda az emas. Ular ishlashga haqiqatan majbur bo'lib qilganlardir. Allah Taala ularning ishlarini o'ngay qilsin. Ulardan boshqa ishlamasin bo'ladigan va erining kirim bilan kifoya qilsin turmushni normal holda elib ketalaydigan onalar aqllarini ishlatib, farzand qadrini va o'z vazifasini tunuydigan bo'lsa, hozirgi musulmon bolalarining axloqida, diyonatida alohida cho'ng o'zgarishlar bo'lar edi. Şunumı əskertiş kerakki, köpünçə Ərəb məmləkətlərdəki ayollarga qartılğan qismən belgilimlərinin İslam dini bilan münasibəti yox. Bu şu rayonlarning örf odatlariga munosabatlik ish.